Ölçülməz sirr, həyatın qeyri-anlaşılmaz yolu qədim Azərbaycanın ucsuz-bucaqsız dərələrindən, dağların sərin qoynunda, axan çayların kədərli sədası ilə nəbz tutan Kiçik Şəfərov kəndi min illik ənənələrin, ataların hikmətinin və insan ruhunun dərin sirlərinin izlərini daşıyan böyük bir roman kimi davam edirdi. Hər səhər dağların zirvələrindən aşağı süzülən qızılı günəş şüaları kəndin dar daş yollarını, köhnə evlərin səssiz divarlarını və torpağın özünə məxsus zəngin ətirini oyadır. Sakinlərə yeni bir başlanğıc və sarsılmaz ümid bəxş edirdi. Lakin bu sakit gözəlliyin arxasında həyatın ölçülməz sirri, qeyri-anlaşılmaz çətinlikləri və sanki heç vaxt tam mənimsənilə bilməyən bir sirlər dünyası da var idi. Kiçik Şəfərov kəndinin sakinləri üçün ən böyük xəzinə maddi sərvətlərdə yox, atalarının bizə buraxdığı əbədi dəyərlərdə gizlənirdi. Sevgi, mərhəmət, ədalət və dürüstlük. Bu müqayisə olunmaz dəyərlər nəsildən nəsilə ötürülür, hər kəs öz həyat hekayəsində, keçmişin ağır xatirələrində və gələcəyin parlaq arzularında onları yaşamağa çalışırdı. Lakin zamanın keçməsi ilə bərabər həyatın sürətli axışı, çağın gətirdiyi dəyişikliklər və qarşıya çıxan ölçülməz çətinliklər insanların ruhlarında dərin yaralar buraxır, qəlblərdə itirilmiş nəzarət və qaranlıq bir boşluq yaradırdı. Murad Məmmədov, kəndin ən hörmətli ailələrindən biri olan Məmmədovlar nəslinin övladı, uşaqlıqdan bəri kəndin dar daş yollarında, köhnə evlərin sükutlu divarlarında və atalarının eşq dolu nağıllarında böyümüşdü. Onun həyatında hər şey, atalarının sözləri və ənənələri ilə möhkəmlənmişdi. Qoca Hacı Əli bəy hər axşam ocağın qarşısında toplanan ailə üzvlərinə deyərdi: "Həyat böyük bir roman kimidir, hər səhifəsində acı ilə şirin, kədər ilə sevinc bir araya gəlir. Biz bu romanı atalarımızın bizə buraxdığı əbədi dəyərlərlə yazırıq və qəlbimizdə yanan o həqiqət səsi bizim gələcəyimizə ümiddir." Bu sözlər Muradın qəlbində sarsılmaz inamın toxuması kimi dərin izlər buraxmış, ona həyatın əsl mənasını, insanın öz içində yanan doğru səsi və ədaləti tapmaqda yardımcı olurdu. Lakin kənd həyatı indi daha da sərt və çətin idi. İqtisadi çətinliklər, ağır qış fırtınaları, ərzaq və su çatışmazlığı insanları öz həyatlarından nəzarəti itirməyə, qəlblərində ölçülməz yaralar buraxmağa məcbur edirdi. Hər kəs sanki keçmişin acı xatirələrini, itkiləri və unudulmuş arzuları yenidən canlandırmağa çalışır, lakin hər dəfə həyatın sərt reallığı qarşısında bu axtarış sarsılırdı. Murad da bu vəziyyətdən qurtulmaq, itirilmiş nəzarəti yenidən ələ almaq və qəlbində yanan doğru səsi tapmaq üçün öz hiss dünyasına dərin səyahətə çıxmağa qərar verdi. Bir bahar səhəri Murad təsərrüfat işləri ilə məşğul olmaq üçün erkən yola çıxdı. O, atı Əqrurəun üzərində kəndin dar daş yollarını keçərək uzaq, sakit meşələr və geniş düzlük arası bir dərəyə çatdı. Dərənin suları sakitcə axır, sanki zaman burada dayanmış, hər şey öz təbii dövranında davam edirdi. Murad dərənin kənarında dayanıb, suyun incə səsinin, dalğaların yavaş hərəkətini diqqətlə dinlədi. O, bu suda keçmişin itirilmiş ümidlərinin, qəlbində yığılan dərin kədərin incə izlərini eşitdi. O an Murad öz içində sarsılmaz bir qərara gəldi. Həyatın hər anı, nəzarətin itirildiyi, qəlbdə yaralar buraxan anlar, eyni zamanda yeni ümidlərin, doğru səsin və həqiqətin doğduğu anlardır. Mən itirilmiş nəzarətimi və qəlbimdə yanan o doğru səsi yenidən tapmalıyam. Bu ölçülməz, qeyri-anlaşılmaz və dərin hisslər Muradı yalnız öz həyatında deyil, həm də kəndin ruhunda böyük dəyişikliklərə ilham verdi. O, qayıtdıqdan sonra kənddə qəlbin səsi, həqiqətin axtarışı adlı bir layihə başlatdı. Layihənin məqsədi hər kəsin öz hissəsini, qəlbin əsl səsini dinləməsi və atalarının eşq dolu nağıllarının dəyərlərini yenidən canlandıraraq həyatın hər çətin anında belə itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən tapması idi. İlk iclas zamanı Murad səmimi və dərin səs tonunda kənd sakinlərinə müraciət edərək belə dedi: "Əziz dostlar, həyatımızın hər anı, nəzarətin itirildiyi, kədərin dərinləşdiyi anlardır. Bizə yeni ümidlər və təzə başlanğıclar doğurur. Biz atalarımızın eşq dolu nağıllarını və bizə buraxdığı müqayisə olunmaz dəyərləri unutmadan, qəlbimizdə yanan o doğru səsi tapmalı və onu həyatımızda yaşatmalıyıq. Həqiqət bizim qəlbimizdə yanan o səsdir, o, bizə hər çətinliyi sevgi və mərhəmətlə aşmaq üçün yol göstərir." Bu sözlər kəndin hər küncündə, hər ürəkdə dərin rezonans doğurdu və qəlbin səsi, həqiqətin axtarışı layihəsi kəndin mədəni həyatında və iqtisadi inkişafında böyük bir dönüş nöqtəsi oldu. Kəndin gəncləri Muradın rəhbərliyi ilə öz həyatlarında itirilmiş nəzarəti və sarsılmış ümidləri tapmağa başladılar.
Gənc Tural, Fatimə xanım, Ramil və digər gənclər atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri öz həyatlarına tətbiq edərək kənd təsərrüfatında, məktəblərdə və bazarlarda yeni metodlar və ideyalar ortaya qoydular. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Məktəbdə müəllimlər uşaqlara həyatın hər anını diqqətlə dinləməliyik, hər kədərin, hər acının içində gizlənən ümid və doğru səs bizim gələcəyimizə yol açır, deyərək gələcəyin parlaq səhifələrini yazmağı öyrədirdilər. Kəndin iqtisadiyyatında isə yeni istehsal metodları və modern texnologiyaların tətbiqi məhsuldarlığı artırdı və kəndin həyat şəraitini yaxşılaşdırdı. Lakin ən əsası, hər kəs bu inkişafın yanında atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini ürəklərində yaşadaraq həyatın hər çətinliyini sevgi və inamla aşmağa başladı. İnsanlar itirilmiş nəzarəti və sarsılmış ümidləri yenidən tapdılar və qəlbdə yanan o doğru səs onların həyatında yeni başlanğıcların və müqayisə olunmaz ümidin təcəssümü oldu. Murad, qürur adlı atı ilə keçdiyi uzun və mənalı yolculuqda, hər addımında, hər nəfəsində öz qəlbində yanan o sarsılmaz ümid və sevgi işığını hiss edirdi. Qürur onun ritmik və güclü addımları ilə keçdiyi hər daş, hər yarpaq ona atalarının eşq dolu nağıllarını və həyatın sarsılmaz ümidini xatırladırdı. Bu mənzərələr ona insan ruhunun nə qədər zəngin və güclü olduğunu, hər kədərin, hər acının öz içində yeni ümidlər və dərslər doğurduğunu bir daha sübut edirdi. Zaman keçdikcə qəlbin səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsi kəndin hər küncündə, hər evində və hər bazarında öz izini buraxdı. Sosial iclaslarda, ailə evlərində və məktəblərdə kənd sakinləri atalarının eşq dolu nağıllarını, keçmişin ağır dərslərini və gələcəyin parlaq ümidlərini bir araya gətirərək öz hissəsini dinləməyi öyrəndilər. Hər kəs həyatın inkubasiya prosesində doğan yeni başlanğıcları və itirilmiş nəzarəti yenidən qazanmağın mümkünlüyünü dərk edirdi. Hər kəs həyatın ən çətin anlarında belə qəlbində yanan o sarsılmaz ümid işığını, o doğru səsi eşidərək öz nağıllarını sevgi və inamla yazmağa davam etdi. Bir neçə il sonra Kiçik Şəfərov kəndi yalnız modern təsərrüfatın və iqtisadi inkişafın simvolu deyildi, o, eyni zamanda atalarının eşq dolu nağıllarını, dərin dəyərlərini və insan ruhunun sarsılmaz gücünü nümayiş etdirən bir mədəniyyət mərkəzi kimi tanındı. Kəndin hər kəsi həyatın ən çətin anlarında belə qəlbində yanan o doğru səsi, o müqayisə olunmaz ümid işığını itirmədən gələcəyə doğru addım atmağı bacardı. Müəllimlər məktəbdə uşaqlara həyatın hər anını diqqətlə dinləməli və qəlbimizin səsini eşitməliyik, çünki o səs bizə gələcəyin parlaq səhifələrini açır, deyərək gələcək nəsillərə ümid bəxş edirdilər. İndi də hər səhər günəşin qızılı şüaları ilə başlayan, hər axşam ulduzların sönük işığında bitən o sakit gecələrdə Kiçik Şəfərov kəndinin hər bir sakini qəlbin səsi, itirilmiş nəzarət və yenidən doğuş layihəsinin və hakimin səsi, qürurun və sevginin nağılı dastanının gətirdiyi dərin dəyişiklikləri ürəklərində daşıyır, atalarının eşq dolu nağıllarını və dərin dəyərlərini unutmadan həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla yazmağa davam edirdilər. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər səhifəsində, hər cümləsində dərs və ümid, sevgi və mərhəmət daşıyan müqayisə olunmaz bir hekayə idi. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid və sevgi işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Kiçik Şəfərov kəndi atalarının öyrətdiyi müqayisə olunmaz dəyərləri və qəlbdə yanan, diqqətlə dinlənən doğru səsi ürəklərində saxlayaraq həyatın hər çətinliyini sevgi, mərhəmət və inamla aşdı və gələcək nəsillərə də bu sarsılmaz gücün, diqqətli dinləmənin və müqayisə olunmaz dəyərin canlı təcəssümünü miras qoydu. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsl səsi adlı bu dastan Kiçik Şəfərov kəndinin daş divarlarında, qoca evlərin dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı.
Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük xəzinəsi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, Kiçik Şəfərov kəndinin hər kəsi hər səhər günəşin qızılı şüaları ilə oyanıb, hər axşam ulduzların sönük işığında öz nağıllarını yazmağa davam etdilər. Hər kəs atalarının eşq dolu nağıllarının dərin dəyərlərini və qəlbində yanan o diqqətli səsi, o müqayisə olunmaz ümid işığını eşidərək həyatın hər səhifəsini sevgi, mərhəmət və inamla davam etdirdi. Bu dastan Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər. Hər kəs bilirdi ki, həyatın ən böyük zənginliyi maddi sərvətlərdə deyil, qəlbdə yanan, insan ruhunu dərinliyində işıqlandıran o müqayisə olunmaz ümid, sevgi və mərhəmət işığıdır. O işıq isə həyatın inkubasiya prosesində doğan təzə ümid, diqqətli dinləmə və sarsılmaz sevginin təcəssümü olaraq əbədi yaşayır. Beləliklə, həqiqətin axtarışı, qəlbin əsli səsi adlı bu dastan Kiçik Şəfərov kəndinin daş divarlarında, qoca evlərin dəyərli divarlarında və axan çayın sularında əbədi izlər buraxaraq insanlara həyatın ən çətin anlarında belə qəlbdə yanan, diqqətlə dinlənən sarsılmaz ümid və sevgi işığının nə qədər qiymətli olduğunu xatırlatdı. Hər kəs atalarının eşq dolu nağıllarını və dərin dərslərini ürəklərində saxlayaraq öz nağıllarını sevgi, mərhəmət və inamla yazmağa davam etdi. Bu, Tolstoyun böyük romanlarında təsvir olunan kimi insan ruhunun ən dərin qatlarından doğan, həyatın hər anında yeni başlanğıclar, müqayisə olunmaz ümid və sevgi ilə dolu sarsılmaz bir hekayə idi. Gələcək nəsillər bu dastandan ilham alaraq həyatın ən qaranlıq gecələrində belə qəlblərində yanan o müqayisə olunmaz ümid və diqqətli səsi itirmədən öz nağıllarını sevgi və inamla yazmağa davam edəcəklərinə sarsılmaz inam bəxş etdilər.